Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Bəniz ləqəbli tiktoker Aybəniz Xəylovanın cinayət üzrə məhkəmənin növbəti prosesi keçirilib. Unikal Azın Lentaza istinadən verdiyi məlumata görə, Bakı Azadlıqlar Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə işini davam etdirib. Şahid Xalid Kərimov və Aybəniz Xəylovanın mübahisələrində şahid olmadığını, onların çox yaxşı münasibətlərinin olduğunu bildirib. Digər şahid səhhətində olan problemə görə məhkəməyə gələ bilmədiyindən onlayn dindirilmə keçirilib. Şahid təqsirləndirilən Aybəniz Xəylovanı qiyabi tanıdığını və onun haqqında oğlu Xalid Kərimovdan eşitdiyini bildirib. Mən oğlumdan Aybəniz haqqında həmişə yaxşı sözlər eşitmişəm. Deyirdi ki, Aybəniz ona çox yaxşı baxır. Mən istintaqda verdiyim ifadəni deyil, burada verdiyim ifadəni təsdiq edirəm. Mənim o izahatdan xəbərim yoxdur. Mən yaşlı qadınam. Çox anlamıram sosial şəbəkələrdən. Mənə demişdilər ki, Aybəniz bizim ailə şəkillərimizi sosial şəbəkələrdə paylaşıb. Amma sonradan məlum oldu ki, bu yalan məlumatdır. Bu işi edən hazırda məhkəmə işi gedən tiktoker və başqa bir nəfər olub. Deyirlər ki, Aybəniz nəvələrimin üstünə maşın sürüb. Bu tamamilə yalandır. Sonradan öyrəndik ki, həmin adam vaxtilə Xaliddən əmək haqqısını ala bilməyən şəxs olub. Məhkəmə sənədlərinin tədqiqi mərhələsinə başladığını elan edib. Qeyd edək ki, TikTokerə qarşı cinayət məcəlləsinin 182.3.2, yəni hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmə məqsədi ilə törədildikdə və 221.3, yəni xuliqanlıq maddələrlə ittiham irəli sürülüb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəylova ondan hissə olmaqla 836 min manat pul tələb edib. Qeyd edək ki, şikayətçi Xalid Kərimovla Bəniz ləqəbli tiktoker uzun müddət sevgili münasibətində olublar. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.